Su yığılmış gölməçəyə girmək niyə təhlükəlidir? Bu işdə ən dözümlü motor tipi hansıdır? Yağışlı havalarda su yığılmış yerlərdən keçmək əyləncəli görünsə də, əslində çox ciddi risklər daşıyır. Bu risklərin başında hidravlik kilit gəlir və ən çox turbo dizel avtomobillərdə rast gəlinir. Offroad avtomobillərində yuxarı doğru uzanan boru egzoz deyil, əksinə snorkel, yəni hava giriş borusudur. Onun məqsədi suyun hava filtrinə çatmasının qarşısını almaqdır. Dizel minik avtomobillərində bu sistem olmadığı üçün turbonun güclü hava çəkməsi nəticəsində hava filtrindən içəri girən bir damla su belə sıxıla bilmədiyindən mühərrikin içində ciddi fəsadlar yarada bilər. Nəticədə motor blokunun çatlaması və porşen qollarının əyilməsi baş verə bilər. Buna hidravlik kilit deyilir və bu mühərrikin tam xarab olması deməkdir. Benzinli avtomobillərdə isə suya girildikdə alışdırma sistemi, yəni şamlar və bobinlər islandığı üçün motor daha tez sönür. Bu əslində bir üstünlükdür, çünki mühərrik su çəkmədən dayanır və böyük zədələrin qarşısı alına bilər. Bu tip avtomobillərdə hidravlik kilit riski daha aşağıdır. Təəccüblü görünsə də, suda ən dözümlü motorlar elektrikli avtomobilləridir. Elektrikli avtomobillər hava girişinə ehtiyac duymur və batareya sistemləri adətən yüksək qoruma standartlarına malikdir. İstehsalçının göstərdiyi hədlər aşılmadığı halda, demək olar ki, dərin gölməçələrdə asanlıqla hərəkət edə bilirlər. Avtomobil haqqında faydalı videolar paylaşırıq. Suallar üçün profildəki linkdən WhatsApp qrupuna qoşula bilərsiniz.